Salam, 5-ci sinif Azərbaycan tarixindən 14-cü dərsimizə keçirək. Dərs 14. Tariximizdə qadınlar. Türk cəmiyyətində qadınların rolu həmişə yüksək olmuşdur. Siz yəqin ki, Tomris haqqında eşitmişsiniz. Bu qəhrəman qadın qüdrətli Həməni ordusunu məğlub etmiş, onun hökmdarı 2-ci Kirdən ərinin və oğlunun intiqamını almışdır. Atropat Makedoniyalı İskəndərə 100 Amazonka döyüşkən qadın hədiyyə etmişdi. Qədim Yunan əfsanələrinə görə Amazonkalar Qafqaz dağlarında yaşayan döyüşçü qadınlar idi. Qədim Romalılar Albaniyaya hücum edərkən Alban qadınlarının qəhrəmanlığından heyrətə gəlmişdilər. Alban qadınlar kişilərlə bərabər Romalılara qarşı cəsarətlə döyüşmüşlər. Sonrakı dövrlərdə də qadınlar Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdır. Sizə o qadınların bəziləri haqqında söhbət açacağıq. Möminə xatun. Bu xanım Atabəy Şəmsəddin Eldənizin siyasi yüksəlişində mühüm rol oynamışdır. Onun Arrana hakim təyin olunması Möminə xatun ilə evlilikdən sonra baş tutmuşdu. Ağlı, təmkini və sədaqəti ilə Şəmsəddin Eldənizin yaxın məsləhətçisi olan Möminə xatun dövlət işlərində də mühüm rol oynamışdır. O, Şəmsəddin Eldənizin səfərlərində iştirak etmiş, xalqın vəziyyəti ilə maraqlanmışdı. Möminə xatunun sayəsində dövlətdə daxili çəkmələrin qarşısı alınmışdı. O, elm və mədəniyyətin inkişafının qayğısına qalmış, bu sahənin adamlarını himayə etmişdir. Şəmsəddin Eldəniz Möminə xatunun ölümü ilə barışa bilməmişdi. Onun qəbri üstündə məqbərə tikilməsinə göstəriş versə də, bir ay sonra özü də vəfat etmişdir. Məqbərənin tikintisini isə oğlu tamamlatdırmışdır. Sədaqət rəmzi hesab edilən bu məqbərə Naxçıvan şəhərindədir. Abidə Möminə xatun türbəsi adı ilə məşhurdur. Canbəyim xatun. Bu qadın Baharlı sülaləsindən olan Cahan Şahın həyat yoldaşı olmuşdur. Türk ənənəsinə görə hökmdarın xanımı xatun adlanırdı. Cəsarətli, tədbirli və təmkinli qadın olan Canbəyim xatun dövlət işlərinə də ciddi təsir göstərə bilirdi. Dövrün mənbələri onu iki dünyanın xidmətçisi, ən böyüklərin şərəflisi adlandırır. O, ağıllı tədbirləri ilə dövlətdə çəkişmələrin qarşısını alır, sabitlik yaradırdı. Qonşu dövlətlər və bəyliklərlə əlaqələrin qurulmasında Canbəyim xatun mühüm rol oynamışdır. Baharlı hökmdarı Cahan Şah Ağqoyunlu bəyliyi ilə münasibətlərin qaydaya salınmasını ona tapşırmışdı. Dövlət fərmanlarında onun da möhürünün olması Canbəyim xatunun nüfuzundan xəbər verir. O, Uzun Həsənin anası Saray xatunla da görüşmüş, iki qohum türk boyu arasında sülhə nail olmuşdu. Saray xatunun diplomat qadın kimi formalaşmasında onun da müəyyən təsiri vardır. Saray xatun. Hələ Ağqoyunlu dövləti qurulmamışdan Saray xatun oğlu Həsən bəyin yardımcısı olmuşdur. O, Osmanlı Sultanı 2-ci Mehmet ilə görüşmüş, onu sülhə razı sala bilmişdi. 2-ci Mehmet Saray xatuna xüsusi ehtiramla yanaşaraq ona ana deyə müraciət etmişdir. Sonrakı dövrlərdə də bu ağıllı qadın dövlətin siyasi həyatında mühüm rol oynamışdır. Ancaq Saray xatun öləndən sonra iki dövlət arasında yeni müharibə alovlanmışdı. Təsadüfi deyil ki, onu Ağqoyunlu dövlətinin qadın sultanı adlandırmışlar. Həsən Padşah Bayandur anasının məsləhətlərinə diqqətlə qulaq asırdı. Çünki bu ona həmişə uğur qazandırmışdı. Həsən Avropa dövlətləri ilə diplomatik danışıqları da anasına həvalə etmişdi. Xarici ölkə elçiləri əvvəlcə Saray xatunla görüşür, onun razılığından sonra Həsən Padşahın qəbuluna düşə bilirdilər. Saray xatun türk dilinin və ədəbiyyatının inkişafına böyük xidmət göstərmişdir. Dövrün şairləri və elm xadimləri onun tərəfindən himayə olunurdu. Taclı Sultan. Şah İsmailin xanımı olan bu qadının əsl adı Şahbikə idi. Taclı Sultan ləqəbini ona şahın özü vermişdi. Dövrün mənbələrində isə Taclı bəyim adı ilə təqdim edilirdi. Taclı Sultan İsmailin özü kimi cəsarətli və döyüşkən idi. O, tezliklə Səfəvi dövlətində mövcud olan Bacılar adlı təşkilatın liderinə çevrilir. Bu təşkilatın üzvləri xanımlardan ibarət idi.
Təşkilata döyüş ruhlu xanımlar seçilir və onlara at çapmaq, ox atmaq, qılınc oynatmaq, müxtəlif növ silahlardan istifadə qaydaları öyrədilirdi. Döyüşlərdə iştirak etmək, əsir düşməmək, ölümdən qorxmamaq bacılar təşkilatının əsas şərtlərindən idi. Təsadüfi deyil ki, Tazlı bəyim Çaldıran savaşında iştirak etmiş, nizə yarası da almışdı. Cəsarəti və qəhrəmanlığı Tazlı bəyimə böyük şöhrət qazandırmış, adına dastanlar qoşulmuşdu. Şah İsmailin vəfatından sonra onun azyaşlı oğlu Təhmasibin adından Səfəvilər dövlətini bir müddət özü idarə edir. Ədalətli qərarları, qətiyyəti sayəsində Tazlı bəyim dövlətin varlığını ustalıqla qoruya bilmişdi. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Xatun, xanım, bəyim sözlərini mənalarına görə fərqləndirin. Xatun qədimdə padşahın həyat yoldaşına, hökmdar qadına deyilirdi. Bu söz ağıllı, cəsarətli, nüfuzlu və hörmətə layiq qadın anlamını daşıyır. Xanım sözü qadınlara qarşı hörmət və nəzakət ifadə edən müraciət formasıdır və bu gün ən çox istifadə olunan sözdür. Bəyim isə bəy sözünün qadın forması olub, zadəcan və nəcib qadın deməkdir. Saray xatunun elmə və mədəniyyətə xüsusi diqqət yetirməsinin səbəbi nə idi? Saray xatunun elmə və mədəniyyətə olan xüsusi diqqətinin əsas səbəbi dövlətin siyasi və mədəni nüfuzunu gücləndirmək idi. O, ağıllı bir diplomat və Uzun Həsənin məsləhətçisi olaraq incəsənətin və elmin inkişafının dövlətin həm daxili sabitliyi, həm də beynəlxalq əlaqələri üçün vacib olduğunu bilirdi. Buna görə də şairləri və elm xadimlərini himayə edirdi. Maarifin inkişafına xüsusi diqqət yetirirdi. Saray xatun haqqında Hökmdar Anası adlı kiçik hekayə hazırlanıb. Bu sizin özünüzün edəcəyiniz tapşırıqdır. Türk qadınlarının diplomat, döyüşçü kimi yetişməsinə hansı amillər təsir etmişdir? Türk qadınlarının tarixən döyüşçü və diplomat kimi yetişməsinə təsir edən əsas amillər qədim Türk cəmiyyətinin həyat tərzi və dövlətsizlik ənənələri ilə sıx bağlıdır. Köçəri həyat tərzi səbəbindən qadınlar daimi təhlükə şəraitində yurdun müdafiəsində iştirak etmək məcburiyyətində qalmış, bu da onlara at minmək və döyüşmək bacarıqlarını qazandırmışdır. Eyni zamanda qədim dövlət quruluşunda xatun statusunun yüksək olması qadınlara siyasi səlahiyyət vermişdir. Onlar xaqanın yanında dövlət məclislərində iştirak etmiş, xarici elçiləri qəbul etmiş və diplomatik evlişlər vasitəsilə sülh danışıqlarında mühüm vasitəçi rolunu oynamışlar. Bütün bu amillər Türk qadınlarının həm hərbi, həm də siyasi sahədə güclü bir şəkildə formalaşmasına zəmin yaratmışdır. Möminə xatunla Tazlı bəyim arasında hansı oxşarlıqlar var? Möminə xatun və Tazlı bəyim Azərbaycan tarixində siyasi, ictimai və xeyriyyəçi iş fəaliyyətlərini birləşdirən iki güclü qadın idi. Onlar hər ikisi dövlətin yüksəlişinə, xalqın rifahına və mədəni irsin qorunmasına əvəzsiz töhfələr vermişdir. Bəli, bu qədər. 15-ci dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.